Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Saatlıda bayram qonaqlığı qanlı hadisə ilə nəticələnib. Hadisə martın 22-də saat 21 radələrində rayonun Fətəlikən kəndində yerləşən kafelerin birinin qarşısında baş verib. Aralarında yaranan mübahisə zəminində 49 yaşlı Rizvan Söhbətov, qohumu 50 yaşlı Rövşən Abdullayevə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Ürək nahiyəsindən ağır yaralanan Rövşən Abdullayev xəstəxanaya aparılarkən yolda vəfat edib. Mərhumun qardaşı bildirib ki, tərəflər arasında əvvəlcə mübahisə yaranıb və onları ayırmaq mümkün olub. Axşam saatlarında aralarında mübahisə oldu. Mən də oradaydım, onları araladım. Sonra Rizvan evə getdi. Biz də düşündük ki, məsələ bitdi. Lakin sonradan evdən bıçaq götürərək yenidən hadisə yerinə qayıdıb. Qardaşıma oturduğu yerdə 3 bıçaq zərbəsi vurub həyatına son qoydu. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Rizvan Söhbətov Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tələbləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.